Kvadrat tənliklərə aid bu sual nümunəsində bizə deyir ki, ax kvadrat plus 8x plus 6 bərabərdir 0 tənliyinin həqiqi kökləri hasilinin tam ədəd olması üçün A parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. İlk öncəliklə baxaq görək. Köklərin hasili nədir? Viet teoreminə əsasən bilirik ki, C bölünsün A-dır. Burada x1 vur x2 nə olacaq o zaman? 6 bölünsün A. Deyir ki, bu tam ədəd olsun. O zaman A-nın hansı qiymətlərində ifadə tam ədəd olar? A-nın hansı tam qiymətlərində? -6, -3, -2, -1, -1, -2, -3, -6. Amma görürük ki, bunların cəmi cavablarda yoxdur. Bəs biz nəyə fikir verməliyik? Diskriminanta. Bilirik ki, diskriminant sıfırdan böyük bərabər olmalıdır ki, bizə şərtdə istənildiyi kimi həqiqi kökləri olsun. O zaman yazarıq ki, b kvadrat minus 4ac böyükdür bərabərdir 0. İndi b-miz 8-dir. 64 minus 4 vurulsun. Deməli, 6 vurulsun. A böyükdür bərabərdir 0. O zaman yazarıq 64 minus 24A böyük bərabər 0. Hər tərəfi 8-ə bölsək 8 minus 3A böyük bərabər 0. Buradan alırıq ki, A kiçikdir bərabərdir 2,7-dən. A-nın 2,7-dən kiçik qiymətlərinə baxacaq. Məsələn 2, 1, -1. Yəni buradan hansını götürməyəcək? 3-ü və 6-nı. Bunları götürməsək bu cəm bizə neçə verir? 1, 2, -1, 2. Cəmi 0 verər. Yerdə qalar -6 minus 3. O da bizə -9 cavabını verər.